ekskluziv olaraq ilon.ws saytı üzrə. Oho, kimi görürəm mən, dadaş dögül sənə sən. Özüdür ki var ay adaş. Səni xoş gördük dadaş, qoy bir öpüm üzündən, danış bir özündən. 3 həftədir yatmısan, harda itib batmısan. Yox ey adaş 3 həftə, gəzməmişəm ki müftə. Yeri tərk etmək üçün, ulduza getmək üçün o gün qərara gəldim. Uçan nəysə düzəldim, evdə fikirləşirdim. Hər gecə əlləşirdim, 3 həftəlik bu müddət. Düzəldə bildin? Əlbət. Can demək nəhayət, edə bilərik səyahət. Amma bilmirəm qəti, yaratdığın şey nədir? Uçan filan bəs məkan, raket zaddır çox güman. Xeyr, tapmadın adaş. Bu dəqiqə deyəcəm dadaş, uçan bir dənə boş qap. Yox ey nə boş qap, nə qap? Pahodinən əlqərəz, raket dögül nədir bəs? Bilmədin, uçan maşın. Bıy, çaşıb sənin başın. Utanmayırsan hələ, məni də salırsan ələ. Heç bu sözdür, kəlmədir, uçan maşın zad nədir? İçib olmusan piyan, yoxsa... Ay kişi bir diyam, bir macal ver ay naşı. Yandı ürəyimin başı. Mən bəyəm ahmaq zadam, sənin başı bu toğladam. Yox əşki, düz deyirsən. Sözmə şək eləyirsən, doğrudan yaratmışam, istədiyimə çatmışam. Söküb atamın zapsını, çıxartmışam qapsını. Qoyub yerinə mühərrik, olmuşam buna malik. Sən onda kəlləsən ki, kəllə dögül nəsən ki? Neyniyək, uçub gedək? Gedək, səyahət edək. Həmin uçan maşında, 6 ay iş başında, ucalmışıq yuxarı, uzaq kosmosa sarı. Çatdığımız asiman, hədsiz hüdudsuz məkan, kiçik günəş sistemi, 2 planet var cəmi. Hər ikisinin üzündə var yaşayış özündə. Birincidə Yaponlar, köçübdü çoxdan onlar. Bu yerdə məskən salıb, işləmək üçün qalıb. O birisində nəhayət bizim Azəri millət, bir ay dögül gəldiyi, kosmosa yüksəldiyi. Fikirləşib hər ikimiz, qərara gəldik ki biz bu dəmdə erkən səhər, birinci eləyək səfər Yaponların yanına, onların ünvanına. Gəlib çatmışıq adaş. Qapını aç düşək dadaş. Adaş sağ sola bir bax, gör nə gözəldir otlaq. Bu cür gözəl mənzərə görməmişəm bir kərə. Ah nə təmizdir hava, xəstəyə eləyər şəfa. Bu məskənin iqlimi gözəldir kurort kimi. Hər yan əmin amanlıq, müasir avadanlıq. Bəs bu nədir bu boyda? Şəhərdir yəqin. Uyda. Gör nə gözəl şəhərdir, yaşıllıq nə qədərdir. Yaxınlaşaq ay adaş. Min gedək yavaş yavaş. Beləliklə hər ikimiz yan-yana əyləşib biz bu cür qərara gəldik, şəhərə tərəf yönəldik. Dadaş sal nəzər, gör nə bombadır şəhər. Yaponların yanında, onların ünvanında ləzzətli qarşılandıq, kefdə gəzib dolandıq. Hoşuma gəldi Yaponlar, qonaq sevəndir onlar. Köməyimizə çatdılar, şərait yaratdılar. Hədiyyə göndərdilər, kalan pul da verdilər. Oldu canımız rahat, əntiqə sürdük həyat. Bir ay əmin əmanda, biz bu uzaq məkanda. Amma ki birdən-birə düşdü bu kef təxirə. Çatmamış başa bir ay, işlər oldu yaman zay. Şəhərdə vardır kalan, tərkibində mis olan müasir aparatlar, bahalı ləvazimatlar. Bizsə müsəlmanlarıq, görməmiş insanlarıq. Başlamışıq səhməyə, metalı söküb tökməyə. 4 gün olundu qarət, 5-ci gün nəhayət, cinayət üstə yandıq, əcəb zor yaxalandıq. Ara bu zaman qızışdı, samuraylar yığışdı.
keçdi. Oğullardı bık kimi, hamısı ışdıq kimi. Səsə töküldü məhəllə, dəydi çox bizə kəllə. Biz də vəziyyəti bildik, tez oradan götürüldük. Bax salamatsan adaş, Heç soruşma ay dadaş, yaxşı vaxtda əkildin, bir şey oğraya bildin. oğurlasaydım əgər, olardı dərdim məgər. Gör nə pis oldu əncam, düz 150 kilogram mis çıxıb əlimizdən. Xeyir qaçaqdı bizdən, yoxdur bir irəliləyiş, gəlmir əlimizdən iş. Nə pis vaxt ilişdüge, bu nə oyundu düşdüge. Gözümün altı qapqara, ağız qan, burun yara. Sirmə sifətmə bir bax, yoxdur məndə bir qulaq. Başda da ağrı çoxdur. Bunlardan eybi yoxdur, çox da ki yox bir qulaq. Sən ki deyilsən çolaq, qopub canın sağ olsun, tək qopan qulaq olsun. Bircə qulaq nədir ki, o biri yerindədir ki, takışdo bəsdir burat, qalma ginən narahat. Gəl ondansa söyləyək, indi adaş neyniyək? Başımda var bir plan, əmələ gələr çox güman. Bir bəri gəl ginən sən, səmaya bax görürsən, uzaq ulduza oxşar başqa bir planet var. Bax həmin planetdə oxumuşam ki qazetdə. Bizim millətimiz var, doğma heyətimiz var. Orada uçaq biz gərək, gəzək, seyr edək, görək, nə var nə yox o tayda, bizdən uzaq qırayda. Onda haydi yubanma, maşını xodda dayanma, tez ol min çıxaq yola, bəlkə xeyrimiz ola. Bir də uçub yuxarı, Azəri xalqa sarı. Sabahsı gün orta, nəhayət olduq orada. Çatdığımız məkanda, nələr gördük o anda. Ayana salırsan nəzər, bir dənə yoxdur şəhər. Hər tərəfdə düzənlik, yoxdur yaşıl çəmənlik. Meşələr doğranıbdı, hamısı oğurlanıbdı. Qupquru 10 min hektar, nə fabrik, nə zavod var. 150 min çayxana, düzülübdür yan-yana. Adaş nə pis yerdir bu, düzənlikdir qupquru. Bu yer cəhənnəmdir ki, aya bu nə aləmdir ki. 1-2 həftə boş bekar, keçirmişik ruzigar. Gəldik axır qərarə, ki gəzməyək avarə. Zapını biraz enlədək, taksi kimi işlədək. Daşya sərnişin, xalqın aşırdaq işin. Hamıya köməkimiz dəyə, bizə də pul olsun deyə. Amma pis oldu vəziyyət, özümüzə qaldı əziyyət. Klient olsa da xeyli, yox idi bizlərə xeyri. Çatan edir car, Saxla düşən var. Azəri qaydası ilə, əlil kitabçası ilə. Hamısı müftə düşürlər, tez oradan sürüşürlər. Çıxdı ziyanımız babat, qazanmadıq bir manat. Müflis olduq üstəlik, düşdü bizə xəstəlik. Bilib vəziyyəti sonda, qərara gəldik onda. Yox bura bizlik deyil, bu yerdə yoxdur xeyir. Desək bir dənə sözlə, suyumuz süzlə, tərk edib həmin yeri, yenə də qayıtdıq geri. Axı bu nə işdir adaş? Yenə də nə olub ay dadaş, yerlə gedir qaş gözün. Əşki bir düşün özün, mən necə qəmlənməyim, əsəbli dillənməyim. Hara gedirik döyülürük, çırpılırıq söylürük. Günümüz olubdur qara, gedənmirik heç hara. Belə danışma amandır, getməyə yer kalandır. Ölkədən çox ölkə var, gör nə qədər bölgə var. Çoxdur razıyam ölkə, dəhli var bizə bəlkə. Bəli, var bizə dəxli. Bütün bu insan əhli biri-birinə yad dögül. Özgə zat dögül. Bir nənə Həvvamız var, bir Adəm babamız var. Hamısı bizə qohumdur, hamısı eyni toxumdur. Demək hər ittifaqda, yaxın istər uzaqda, qohum əqrəbamız var, doğma el obamız var. Düz deyirsən ay adaş, dur yığış yavaş, gedək başqa yerlərə, lap uzaq səfərlərə. Biz gedirik cəmaət, siz də qalın səlamət, bununla da nəhayət, axıra çatır rəvayət. İblog WS